Hər vaxtınız xeyir olsun. Çox hörmətli Elmir Əmlak kanalının izləyiciləri, dəyərli izləyicilərimiz, sizləri Şuvalandan salamlayıram. Şuvalan qala yolu, baxın dəyişmin, Mərdəkan qala yolu deyir. Bugün hal-hazırda biz Şuvalan qala yolundayıq. Gülçülük ərazisinə yaxın bir ərazidə, Şuvalan qala yolundan 650 metrlik məsafədə 3,5 sotun içərisində inşa olunmuş, tam əşyalı, modern, gözəl bir ev təqdim edəcəm sizə. Gözəl bir ev təqdim edəcəm sizə. İnşallah. Hal-hazırda biz evin həyətindəyik. Evin həyətinə 4 maşın yerləşmək üçün parking sahəsi var. Avtomatik olaraq putla təchiz olunmuş darvazası, piyada keçid qapısı, içəri keçən kimi sağ tərəfdə oturmaq üçün burada hovuzun qarşısında D vitamini almaq üçün, şezlonglar qoyulmaq üçün yeri ayrılıb. Üstü də yelkənlərlə bağlanıb, dəmir profillə yığılıb, istədiyiniz vaxt onu da üstünü bağlaya bilərsiniz. Bütün kameralar çəkilib, həyətin qazı, suyu, işığı, interneti, hamısı daimidir. Bir daha söyləyirəm, kameralar hal-hazırda işlək vəziyyətdədir. Burada balaca bir su hövzəsi qoyulub, həyətdə əl yumaq üçün çox gözəldir. Suyumuz gəlir, daimidir. Evin hər tərəfinə fırlanmaq olur. Qabaqcadan mən fırlanıb baxmışam. 3 metrənin 7 metrəyə olan filtrli hovuzumuz yerləşir evin qarşısında. Torfağın da evində kupçası var. Evin ümumi giriş qapısıdır. Bu hissədə isə mətbəxin qarşısında daxilində manqal olan bir veranda. Stul da qoyulub oturmaq üçün. Onsuz zaten evin daxili hamısı bütöv olaraq əşyalıdır. İndi isə keçirik biz birbaşa evin daxilinə. Buyurun. Keç Elvin, keç birbaşa elə evin içərisinə. Keç Elvin. Əqqabımı çıxardım. Gözəldir. Kondisioneri vurmuşam, vurmadım. Ümumi giriş hissə. Dolablar evin giriş hissəsində. Bu nədir? Paltar yığmaq üçündür. Sol tərəfdə qonaq otağıdır. Elvin, sənin çox istədiyin qonaq otağı. Kondisionerdir, divandır, kreslosudur, TV stenddir, televizordur, yemək masasıdır. Sonra evin içərisində bütöv olaraq həyətdə içəridə audio sistem yığılıb. Burada bu Bluetooth sistemidir. Audio sistemi idarə eləmək üçündür. %130 kvadrat, 3,5 sot, start qiymət 370.000 manatdır. Mətbəx otağı. Bax, gəl bura Elvin, keç ora. Mətbəx otağında nə var onu göstərmək istəyirəm. Mətbəx otağından birbaşa verandaya giriş-çıxış var. Pəncərə və qapıdan istifadə eləmək olar. Mətbəx otağında bunun adı yadımdan çıxdı. Damafon, televizor, kondisioner, sobalar, paltar yuvan maşın, qab yuvan maşın, qaz sobası, aspirator, su hövzəsi və soyuducu. Sular da içərisində qoyub sağ olsun. Bir də tam mərkəzdə yemək masası, 6 nəfərlik. Bir mətbəxdə nə lazımdırsa bugünkü gün istifadə üçün var. Sadəcə qab-qaşıqdan başqa. Burada tam mərkəzdə, ümumi dəhlizdə bəzənmə stoludur, 6 dolablardır. Belə açılır, açmıram. Sonra bir boş otağımız var, yataq otağımız. Bir dənə bu boş otaqdır. Bunu da özləri saxlayıblar. Qiymətdə yaxşı endirim olunacaq. Evin keyfiyyəti, evin özü, yerləşmə yeri, hamısı superdir. İkinci yataq otağı. Yataq otağında yataq dəsti qoyulub, yanlarında dolablar, bəzənmə stolu və divarın içərisində dolab yığılıb. Tam mərkəzdə yerləşən, evin tam mərkəzində yerləşən ümumi sanitar qovşağıdır. Sol içəri keçən kimi sağ tərəfdə unitazdır, sol tərəfdə əl üzüyan, isidici və tam mərkəzdə yığılan duş kabina. Hündür, geniş duş kabina. Və sonuncu sizə təqdim edə biləcəyim ən sonuncu yataq otağı dolabıdır, bəzənmə stoludur, kondisioneridir, yataq dəstidir və daxilində sanitar qovşağıdır. 130 kvadrat, 3,5 sot, tam kupçalı, qiymət 370.000 manatdır.
Start qiymətli endirim olunacaq. Şuvalan qala yolu, Şuvalan qala yolundan 650 metrlik məsafədə gözəl bir ərazidə. Təşəkkür edirəm sizə. Bizi izlədiyi üçün, biz izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.